qəribə və gülməli şəkilləri təqdim edir. Bu gün qəribə və gülməli şəkillərlə qarşınızdayım. Aynen. Həqiqətən tapmaq biraz çətin oldu. Videoda əziyyət var. İndidən videoya like atıb, videoların davamlı gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. Hədəfimiz 3000 abunəsidir. 3000 abunəsi olanda bomba bir video çəkməyi düşünürəm. İlk şəkil çox qəşəng görünür məncə. Çox super şəkildə həqiqətən. Kənd həyatıdır, özü də kənddə çəkilən bir şəkildir. Elə bildim qazan qapağıdır taxıb qulağım. Loqon da açıq istə, əladır. Araba təkərdə çox super. Arxadakı töylə əla alınıb. Uğurlar. Lap belə qeyri-adi bir şey yoxdur bu şəkildə. İnsanlarla məzələnmək üçün babat şəkildir. Geyindiriblər köynəyi itə, həmin adam eyni köynək geyinib, stolun altından qaldırıb barmaqlarını beləncə it qaldırıb. Çox qeyri-adi bir fotodur. Siqaret olmasaydı ya, qəşəng bir şəkil alınardı. Qaqaşın əli belə boş qalmamalıdır məncə. Qəşəng yığıblar şəkli. Əsl inandırıcı eləyiblər. Burada nəsə qeyri-adi bir şey yoxdur. Sadəcə qızın boyu uzundur, oğlanın isi qısadır. Qızlar deyirlər ki, oğlanların boyu hündür olsun, amma burada nəsə dəyişiklik olub. Çünki başqa ölkədir buna görə. Yəni deyirəm, sadəcə qızın boyu biraz hündürdür. Onu da ki, Allah elə yaradıb. Üzünü qırxmaq istəyən bir uşaq var. Həqiqətən çox bahalı üz qırxana oxşayır. Uşaq indidən üzünü qırxır ki, tük artsın biraz sifətində. Uşaq da çox şirindir. Bunu görəsən harda istehsal edirlər. Yaxşı ayaqqabıya bənzəyir, amma ki, küçədə adam görsələr deyəcəklər ki, bu ayaqyalın gəzir. Geyinmək çox utancverici olar, çünki xoruz ayağından düzəldilmiş diktabandır bu. Çox pis də görünmür, amma ki, ayaq əgər tərsinə olsaydı, yəni dırnaqları içəri çox qəşəng olardı. İnsana bənzər bir ağacdır, həqiqətən çox qəşəng hazırlayıblar bunu. Bunu hazırlamaqda Allah bilə nə qədər vaxt sərf ediblər. Bu qurbağa bura necə girib görəsən, həqiqətən mənə maraqlı gəlir. Qeyri-adi bir şey yoxdur, sadəcə qurbağa xiyara bənzədiyi üçün səhvən onu tutublar, belə deyim. Qışda yeməklə yaxşı gedər, qurbağa turşusu. BMW-nin üzərində çəkilmiş bir foto görürük. Sifətdən pişiyə oxşuyur, gövdəsi isə ilana bənzəyir, amma ki, foto olduğunu inanmaq həqiqətən çox çətindir. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Videonu bəyənməyi və videoların davamlı gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. 3000-ə doğru gedirik. Sağ olun, sevilirsiniz.